deyirəm ki, bəzən dostlara deyirəm səhər ayağa qalxanda bu ayəni deyin. Ayə nə deyir? Ciddi, mənim namazım, ibadətim, həyatım və ölümüm də Adəmlərlə quran Allah üçün. Adam hər səhər ayağa duranda bu ayəni təkrarlayıb ayağa qalxmalıdır. Təkrarlayıb deyəndə sonra başa düşürsən ki, həyatım da və ölümüm də ancaq Allah üçündür. Ancaq Allah düşünəcəm. Çünki artıq burada mən yoxam. Bir də kim var? Xaricdən Allah. Allahdan qeyri heç bir şey yoxdur. Ondan sonra sən problemlərini də azalacaq. Bizim bu qədər qarşımıza çıxan sıxıntıların səbəbi bilirsinizdən nədir? Biz özümüzük. Niyə görə özümüzük? Quran deyir ki, sən Allahı xatırla, aram olacaqsan. Mən Allahı xatırlam, aram olmuram. Niyə? Çünki Allahın yanında özüm də var. Ona görə aram ola bilmirəm. Amma özümü kənara atsam, özümü özümdən uzaqlaşdırsam, mən bir də Allah deyəcəm, elə belə ürəyimdən də Allah deyəcəm. O qədər aram olacağam. Çünki mən özüm özümə böyük maneələr yaradıram. Özüm özümün irəliləməsinə maniyəyim. Özüm özümün inkişaf etməsinə maniyəyim. Çünki niyə? Çünki ancaq mən. O məni qoy kənara, bir də Allah deyil, bir də Allah üçün yaşa.